Salam əziz abituriyentlər, gəlin birlikdə sabit cərəyan qanunlarının birinci hissəsinin test izahına baxaq. Yəni, sabit elektrik cərəyanı, cərəyan şiddəti, dövr hissəsi üçün Ohm qanunu, naqilin müqaviməti. Bu mövzunun testlərinə birlikdə baxaq. Birinci məsələdə deyir ki bizə, sabit cərəyan axan dövr hissəsində hansı nöqtədə elektrik sahəsinin potensialı ən böyükdür? Biz dərs izahında dedik ki, əgər baxmamısınızsa dərs izahımıza da baxa bilərsiniz. Dərs izahımızda dedik ki, potensial cərəyanın axma istiqamətində azalır. Yəni cərəyan hansı istiqamətdə axırsa, həmin istiqamətdə potensial azalır. İndi gəl baxaq. Bizim cərəyanımız baxın bu istiqamətdə axır. Hardan başlayıb? Burada. Buradan başlayıb get-gedə potensialımız neynəcək? Cərəyan istiqamətində neynirdi? Azalırdı. Ona görə də ən birinci nöqtədə potensialımız ən böyük, axdığı istiqamətdə isə ən kiçik 4-də olacaq. Ən son nöqtədə isə 4-də. Demək, burada cavabımız nə oldu? 1 nöqtəsi. B variantı. İkinci sualda deyir ki, rho S böl L ifadəsi hansı fiziki kəmiyyət təyin olunur? Bunun üçün nə edirik uşaqlar? Sizə ən asan variantı deyim. Burada rho nədir? Baxın, naqilin müqaviməti. Düsturu necə idi? R bərabərdir. Rho L bölünsün S-dir düstur. İndi biz də bu düsturu gətirib burada, yerinə yazırıq. Nə alarıq? Onda alarıq ki, bərabərdir. Bunu biraz böyüdək. Bərabərdir. Rho-nun yerinə nə yaz? L-in yerinə nə yazdıq? Rho L bölünsün S. Vurulsun S, bölünsün L. Burada S-lər ixtisar gedir. Sürətdə qalır rho vurulsun L, bölünsün L. L-lər də ixtisar getdiyinə görə bizdə nə qalır? Təkcə rho qalır. Rho da nə idi? Xüsusi müqavimətidir. Yəni A variantı. Üçüncü məsələdə deyir ki, naqilin müqaviməti hansı fiziki kəmiyyətlə təyin olunur? Naqilin müqavimətinin düsturu necə idi? Bayaq dediyim kimi rho, yəni R bərabərdir, müqavimət R ilə işarə olunur. Rho L bölünsün S. Harada var? Y variantında. Dördüncü sualımıza baxaq. Dördüncü sualda deyir ki, hansı halda voltmetr U1 müqavimətindəki, naqilindəki gərginlik düşküsünü ölçür? Demək, biz voltmetr dövrəyə həmişə necə bağlayırdıq? Paralel birləşdirməliyik. Ona görə də, baxın, birincidə ardıcıl birləşib olmaz. İkincidə, baxın, birinciyə paralel birləşib. Demək, bu variant ola bilər. Birinciyə paralel birləşdiyinə görə elə cavabımız B variantıdır. Digər variantlara baxaq. Digər variantda R2-yə paraleldir. D variantında ardıcıldır, olmaz. Y variantında isə hər ikisinə bağlandığına görə götürməyəcəyik. Yəni cavabımız B variantı. Davam edelim. 5-ci sualda bizə deyir ki, 5-ci sualımızda deyir ki, lampadakı gərginliyi ölçmək üçün voltmetr hansı halda dövrəyə düzgün qoşulmuşdur? Yenə də deyirəm, lampanı ölçürsə, onda biz voltmetri lampaya paralel birləşdirməliyik. Gəlin indi bir-bir cavablara baxaq. Məsələn, A variantında voltmetr nəyə paralel birləşib? Baxın, lampaya. Demək, cavabımız elə A variantıdır. Digər variantlara da baxaq. Digər variantlara baxın, cərəyan gəlir, lampaya necə birləşib? Ardıcıl. Olmaz. C variantında baxın, yenə də voltmetr dövrəyə ardıcıl birləşib. Olmaz. Burada D variantına baxaq. D variantında yenə cərəyan gələcək, belə keçəcək. Heç voltmetrin burada heç nəyi ölçməyəcək. Və yaxud da ki, digər variantda da heç bir şeyi ölçməyəcək. Ona görə cavabımız A variantıdır. 6-ya baxaq. Lampadakı cərəyan şiddətini ölçmək üçün ampermetr hansı halda dövrəyə düzgün qoşulmuşdur? Ampermetr isə dövrəyə həmişə ardıcıl birləşir. Nə edirəm? Cərəyan istiqamətində axıdıram. Baxıram, hansı cərəyandan sonra və yaxud əvvəl lampa gəlirsə, demək ardıcıl qoşulub. Burada cərəyan necə axacaq? Baxın. Cərəyan qırmızı ilə göstərək. Biraz da böyüdək bunu şeyin. Baxın, gəldi belə keçəcək. Heç lampadan cərəyan keçməyəcək. Demək, A variantı deyil. Digər variantda baxaq. Baxın, cərəyan belə gələcək. Heç lampadan keçməyəcək. Digər C variantına baxın, cərəyan gəldi, keçdi. Bunlar bir-birinə necə oldu? Ardıcıl. Demək, onda cavabımız C variantıdır.
Davam eləyək. 7-ci sualda deyir ki, elektrik cərəyanı nəyə deyilir? Biz dedik ki, cərəyan ümumiyyətlə nə idi? Cərəyan yüklü zərrəciklərin nizamlı hərəkəti idi də, düzdür? İndi cərəyan ümumiyyətlə axınıdır. İstiqamətlənmiş hərəkət deməkdir. Hər hansı bir şeyin istiqaməti idi cərəyan. Elektrik cərəyanı isə elektrik yüklərinin, yüklü zərrəciklərin nizamlı hərəkəti idi. Baxın, burada C variantında yüklü zərrəciklərin istiqamətlənmiş hərəkəti C variantıdır. 8-də deyir ki, hansı fiziki kəmiyyət naqilin en kəsiyindən müəyyən zaman fasiləsində keçən yükün bu zaman fasiləsinə olan nisbətinə bərabərdir? Yəni, deyir, yükün zaman fasiləsinə nisbəti. Q bölü T nəyin düsturuydu? Təbii ki, cərəyan şiddətinin. B variantı. Sonra deyir ki, verilmiş materialdan hazırlanmış naqilin müqavimətinin uzunluqdan asılığı. Düsturumuz necə idi? Müqavimət nədən asılı idi? R bərabərdir rho, L bölü S-dən asılı idi. Burada L-lə necə asılıdır? Düz asılıdır. Demək cavabımız Y variantı. 10-cu sualda baxın, eyni ilə həmin düsturdur. Baxın, arxaya verim, qoyun. Arxaya verim. Baxın, düsturumuz necə idi? Rho, L bölü S-dir. Yəni, S-lə necə asılıdır? Tərs asılıdır. Yəni, B variantı. 11-ci suala baxaq. 11-də deyir ki, hansı açar qapandıqda zəng çalar, lampa yanmaz. Baxın, bizim lampamızın bu lampadır, bu da zəngdir. Deyir, hansı açarı bağlasaq, lampa açarı qapı zəng çalar, bu çalmalıdır. Yəni, buradan cərəyan keçməlidir. Mənə lazımdır buradan cərəyan keçsin, buradan keçməsin. Gəlin, yoxlayaq. Hansı açar? Bir-bir bütün açarları yoxlayaq. Cərəyan həmişə müsbət yük istiqamətində olur. Yəni, müsbətdən çıxıb mənfiyə gedəcək. Əgər birinci açarı bağlasam, cərəyan baxın, buradan gələcək, keçəcək lampadan, zəng çalmayacaq və belə axacaq. Çünki ən rahat yolu buydu. Bunu keçəcək. Demək, birinci açar deyil. İkincini gəlin yoxlayaq, başqa variant yoxlayaq. İndi ki, burada birinci açarı demək mən qapamıram. Keçdik, burada gəlir, zəng çalır. Mənə lazımdır ki, lampa yanmasın. Əgər 2-ni qapatsam, lampa yanacaq. Onda 3-ü qapatmalıyam ki, cərəyan baxın, bu istiqamətdə axıb geçsin. Onda təkcə hansı açarı mən qapadım? Təkcə 3 açarını qapadım ki, lampaya elektrik cərəyanı keçməsin. 12-ci sual. 12-də deyir ki, hansı açar qapandıqda lampa yanmaz? Yenə də indi istəyirəm lampa yanmasın. Yanır deyir. 12-ci sualda deyir ki, hansı açarı qapadıqda lampa yansın, zəng çalmasın. İndi buradan cərəyan istəmirəm keçsin. Demək, 3 açarı deyil. Demək, nə edəcəm? Gəldi, lampanın zəngin çalmaması üçün mən bu istiqamətdə cərəyan getməməlidir. Cərəyan buradan keçməlidir ki, təkcə lampa yansın. Demək, mən biri bağladım, gəldim belə. Lampam yandı, heç 2-ni açmağa ehtiyac olmadı. Keçdim, belə getdim. Demək, nə oldu? Təkcə bir açarını qapatsam, lampa yanmır. Çünki ora cərəyan keçmir. Amma lampa deyirəm, zəng daha doğrusu. Zəng çalmır, amma lampa yanır. Təkcə bir, yəni D variantı. 13-cü sualda deyir bizə ki, cərəyan mənbəyinin lampalar və 3 açardan ibarət dövrənin sxemi verilmişdir. 1 və 3 açarlarını qapatsaq, 1, hanı 1? 1 ilə 3-ü. 1 ilə 3-ü açarını qapadıqda hansı lampa yanar? Demək, nə edirik? Cərəyan hardan gedir? Müsbətdən gedir. Baxın, müsbətdən getdi. Təbii ki, yuxarı gedə bilməz, çünki açar açıqdır. 3-ü yandırdıq, gəldi. Sonra daha yuxarı qalxmayacaq. Görür bu tərəfə, mən mənfiyə doğru getməliyim də. Baxın, belə keçdi. Hansı lampalardan cərəyan keçdi? 3 ilə 4-dən. Yəni, D variantı. 14-cü suala baxaq. Demək, 14-də deyir ki, cərəyan mənbəyi lampalar və 3
açardan ibarət dövrənin sxemi verilib. Aha. Yalnız bir açarını qapadıqda. Gəlin bağlayaq. Yalnız bir açarını. Baxın, bir açarını qapadım. Demək, cəryan neynəcək? Yenə də cəryanın axının istiqamətini göstərirəm. Belə gəldi. Keçəcək 2-dən, belə gələcək. Keçəcək və belə cəryan keçəcək. Deyir ki, hansı lampalar yanar? Lampalar hansı yandı? 2 ilə 4 yandı. Digərləri isə yanmayacaq. Yəni, Y variantı. 15-ci sualda bizə deyir ki, cəryan mənbəyi lampalar və 3 açardan ibarət dövrə sxemi verilmişdir. 1 və 2 açarını qapadıqda. Gəlin qapıyaq. 1, hanı 1? 1-i qapıyıram, bir də 2-ni qapıyıram. Qapadıqda hansı lampalar yanar? İndi cəryan yenə gələcək. Belə. Amma burada bu açar qapalı olduğuna görə buradan da keçəcək, buradan da keçəcək. Gəldi, buradan keçir və buradan. Burada 3 açarı açıq olduğuna görə cəryan buradan keçməyəcək. Niyə? Keçsə belə gedəcək də, axını olmayacaq. Ona görə aşağı düşəcək, belə gələcək. Baxın, bu istiqamətdə gəlib, belə keçəcək. Demək, hansı lampalarım yandı mənim? Mənim 2, 3 və 1 lampa. Yəni 1, 2, 3 lampalarım yanar. Yəni C variantı. 16-da bizə deyir ki, İT bölünsün Y hansı ifadəsi hansı fiziki kəmiyyəti təyin edir? Bunu nə edir? Cəryan şiddətinin düsturu necə idi? Cəryan şiddəti I nəyə bərabərdir? I bərabərdir Q böl T. Və yaxud Q-nun yerinə nə yazırıq? N, Y bölünsün T. Gətirib bu düsturu burada yerinə yazsam, nə yazaram? Yazaram N, Y bölünsün T, vurulsun T, bölünsün Y. İxtisarlar aparılır. T ilə T ixtisar gedir, Y ilə də Y ixtisar gedir. Qalır burada təkcə N. N də nə idi? Elektrik yüklərinin sayı. Müqavimət, tez zaman fasilə cəryan eşiyi yox. Fasilədə keçən elektronların baxın sayı. D variantı. On 17-də deyir, dövrədəki ampermetr nəyi ölçür? Nəyi ölçür ampermetr? Cəryan şiddətini, təbii ki, ampermetr nəyi ölçür? Cəryan şiddətini ölçür. Heç bunu fikirləşmədən də biz burada A variantı yaza bilərik. 18-də deyir ki, voltmetr nəyi ölçürdü? Voltmetr nəyə qoşulub? Bax, görün, rezistora qoşulub. Rezistorun nəyini ölçə bilər? Təbii ki, gərginliyini ölçə bilər. Amma burada yazıb cəryan şiddəti xeyir. Mənbənin olsaydı uşaqlar, voltmetr baxın bu formada qoşulmalıydı. Əgər mənbənin gərginliyini ölçsəydi. Amma bizdə elə deyil. R müqavimətindəki gərginliyi C variantı. 19-da deyir ki, voltmetr şkalasının bölgüsünün qiyməti nəyə bərabərdir? Yəni, bir bölgünü bizdən soruşuraq. Necə tapacam? Bir bölgünü tapmaq üçün uşaqlar, biz həmişə 2 dənə qonşunu götürürük. 2 qonşu nədir? Məsələn, 0 ilə 5. 5 yox, daha doğrusu 50. 50-dən çıxıram 0. Yəni 2 dənə qonşunu bir-birindən çıxıram. Bölürəm onların arasındakı boşluqların sayına. Baxın, neçə dənə boşluq var. Biraz da böyüdək bunu. Sayaq. Başqa rənglə nişanlayaq. Baxın. 1, 2, 3, 4, 5 dənə boşluq var. Düzdür? Bölürəm 5-ə. Bərabərdir. 50-ni 5-ə böləndə 10. Demək, bir bölgümüz nə qədər elədi? 5. Bir bölgümüzün qiyməti, daha doğrusu 10. Volta bərabər oldu. Davam eləyək. 20-də nədir? Lampanın uzlarındakı gərginliyi və lampadan keçən cəryan şiddətini ölçmək üçün voltmetr və ampermetr hansı sxemdə düzgün qoşulmuşdur? Bizə voltmetr paralel, ampermetr ardıcıl qoşulmalıdır. Baxaq, A variantında hamısı ardıcıldır. Demək, düzgün variant deyil. B variantında gəldi cəryan. Ampermetr necə qoşulub lampaya? Paralel olmaz. C variantında baxaq. Aha, cəryan gəldi. Qəşəng. Voltmetr paralel qoşulub. Ampermetr ardıcıl. Demək, cavabımız C variantıdır. Olduğu kimi düz variantımız C variantıdır. Davam eləyək. 21. 21-də bizə deyir ki, metal naqildən axan cəryan şiddətini, yəni nədir cəryan şiddəti? I. Artırıb 2 dəfə. 2 dəfə artırıb uzunluğunu, yəni L-i 2 dəfə azaltsam, L-i 2 dəfə azaltsam, müqavimət necə dəyişər? Müqavimət nədən asılıdır?
R bərabərdir rho, L bölünsün S. Buradakı kəmiyyətlərdən təkcə asılıdır. Əgər L azalıbsa 2 dəfə, müqavimət də nə edəcək? Azalacaq. Neçə dəfə? Təbii ki, 2 dəfə. A variantı. Keçdik digər suala, 22-ci suala. 22-ci sualda da baxın, eyni məsələdir uşaqlar. Baxın, eyni. Biri nə öyrəndiniz? Digəri də avtomatik gələcək. Deyir, metal naqildən axan cəryan şiddətini, yəni indi yenə də cəryan şiddətini ini artırıb, yox, daha doğrusu cəryan şiddətini azaldıb, uzunluğu isə, yəni eli isə, daha doğrusu 2 dəfə artırıb. Düzdür? Bəli. Onun müqaviməti necə dəyişir? Müqavimət demək cəryan şiddətindən asılı deyil. Yalnız ellə düz asılıdır. Yəni 2 dəfə artırsaq, müqavimət də 2 dəfə artar. Digər suala baxaq. 23-də deyirik, mis naqilin en kəsiyinin sahəsini artırdıqda onun xüsusi müqaviməti və müqaviməti haqqında hansı ifadə doğru olar? Dediyim müqavimətin düsturu necə dedik? Dediyim müqavimət R bərabərdir rho, L bölü S-dir. Müqavimətlə S necə asılıdır? Tərs asılıdır. Əgər sahəni artırmışamsa, müqavimət azalacaq. Yəni, birinci müqavimətim azalar. Amma xüsusi müqavimət isə, bu xüsusi müqavimət heç nədən asılı deyil. Yalnız materialdan asılıdır. Hər kəsin necə xüsusi, özünə xas xüsusiyyəti olduğu kimi, metalların da özünə xas, maddələrin də özünə xas xüsusiyyəti var. Xüsusi müqaviməti var. Ona görə də rho heç nədən asılı deyil. Belə yadınızda saxlayın, xüsusidir. Ancaq özünə xasdır. Yəni, burada rho dəyişməz. Rho dəyişməz, amma müqavimət isə nə olacaq? Azalacaq. A variantı. 24-də verilmiş naqilin uzlarındakı gərginliyi 3 dəfə artırsaq, onun cəryan şiddəti düstur necə idi? Ohm qanunu. I bərabərdir, U bölü R-dir. Düzdür? Demək, gərginliyi artırmışamsa, azaltmışamsa daha doğrusu, azaltmışamsa, cəryan şiddəti də azalacaq 3 dəfə. Cavab D variantı. 24 dedik. 25-də dövrə hissəsində müqaviməti 3 dəfə artırdıqda müqavimət nə idi? R. R-i artırıb 3 dəfə. Cəryan şiddəti necə dəyişər? Yenə də deyirəm, baxın, cəryan şiddəti I bərabərdir. U bölü R-dir. Düzdür? Demək, müqaviməti neynəmişəm? Artırmışam. Cəryan şiddəti neynəyəcək? Təbii ki, azalacaq. Tərs asılıdırlar. Demək, 3 dəfə azalar. A variantı. 26-ya baxaq. Naqilin müqaviməti necə azaltmaq olar? Demək, müqavimət nədən asılı idi? R bərabərdir rho, L bölü S kəmiyyətlərdə. Demək, yazıb ki, en kəsiyin sahəsini artırsam, elə cavab A variantıdır. Artırsam, müqavimət azalacaq. Elə A variantı. Məsələn, burada deyir, sahəni azaltsam. Sahəni azaltsam, sahə ilə müqavimət tərs asılı olduğuna görə müqavimət artar. Cəryan şiddətini artırsam, cəryan şiddətindən asılı deyil. D variantında artırıb azalmaqdan asılı deyil. Uzunluğu da artırsam, uzunluqla da düz asılı olduğuna görə artar. Sonra 27. Verilmiş materialdan hazırlanmış naqilin en kəsiyinin sahəsini 4 dəfə azaltsaq. Müqavimət necə dəyişir? Baxın, bu düsturdur. Sahəni 4 dəfə azaltmışamsa, baxın, sahəni indi azaltmışamsa 4 dəfə, onda müqavimət neynəyəcək? Artacaq. Neçə dəfə? 4 dəfə. Cavab C variantı. 28-ci sual. 28-də deyir, voltmetrin göstərişi nə qədərdir? Göstərişi nə qədərdir? Yəni, nəyi göstərir? Onu tapmalıyıq. Biz burada birinci 1 bölgünü tapmalıyıq ki, 1 bölgü nə qədərdir? 1 bölgünü tapmaq üçün nə edirdik? 2 qonşunu bir-birindən çıxırdıq. Məsələn, 40 ilə 50-dirsə, 50-dən çıxıram 40-ı, bölürəm arasındakı boşluqların sayına. Gəlin, baxaq, neçə boşluğu var? 1, 2, 3, 4, 5. Bölürəm 5-ə. Onu 5-ə böldüm, neçə elədi? 2. Demək, hər bölgü 2. 2 voltdur. Voltmetrdir də bu. 2 voltdur. Onda biz hər bölgü 2 voltdursa, baxıq görək burada neçəni göstərir? 40, 40, 42. Ay, niyə göstərmədi? 40, 42, 44, 46. Bu neçəni göstərir? 46-nı. A variantı. 29-da nədir? Verilmiş materialdan hazırlanmış naqilin en kəsiyinin sahəsini azaltsaq,
Xüsusi müqavimət. Dedik, xüsusi müqavimət nədən asılıdır? Yalnız materialın növündən. Yəni, dəyişməz. 30-da deyir, cihaza aparılan ölçüm mütləq xəta. Mütləq xəta nədir? Mütləq xəta bir bölgünü tapırıq. Bölürük onu nəyə? Yarısına. Mütləq xəta o deməkdir. Bir bölgünün yarısıdır. Demək, bir bölgünü də necə tapırıq? 2 qonşunu bir-birindən çıxırıq. 2-dən 1-i çıxdım. 2 çıx 1. Bölürəm arasındakı boşluqların sayına. Burada biraz pis görünür məndə. 1, 2, 3, 4, 5. Boşluq da 5 dənədir. Bölürəm 5-ə. 1 bölü 5, 0,2. 0,2 onun bir bölgüsüdür. Xəta istəyirəmsə, yəni bu 0,2-ni böləcəm 2-yə. O da eləyəcək 0,1. Xətamız 0,1-ə bərabərdir. 30, 31. Bunları silək. Daha səliqəli davam eləyək. 31-də də eyni mütləq xətanı istəyir. 2 qonşunu bir-birindən çıxırıq. 4 çıx 2. Qoyasın. 4 çıxılsın 2. Bölünsün arasındakı boşluq. Niyə 4-dən? Çünki bu ikisi birbirine qonşudur da, düzdür? İndi bu boşluq neçə dənədir? 1, 2, 3, 4 dənə də boşluq var. Bölürəm 4-ə bərabərdir. 2-ni bölürəm 4-ə 0,5. 0,5 bir bölgüdür. Xəta istəyirəmsə bu 0,5-i bölürəm 2-yə. O da bərabər 0,25. Cavab var? Bəli, C variantı. 32. Sxemdə zəngin şərti işarəsi göstərin. Gəlin bir-bir yadımıza salaq. 1 nə idi? Lampa. 2 anı. 2 nə idi? Zəng. Yadda saxlayın inşallah. Bəzi sxemlər var ki, onları əzbər bilməliyik. 3 bu rezistor. 4 açar. 5 də batareyadır. Demək, hansı oldu? 2. Sonra deyir, sxemdə açar, bayaq dediyimiz kimi, demək, açar hansı oldu? 4 oldu. Burada bu reostatdır, 3-cü reostatdır. Digərlərini dedik, 4. Açar istəyirdi. Demək, 34-də deyir, naqilin uzunluğunu 2 dəfə, diametrini isə 4 dəfə artırdıqda onun müqaviməti. Demək, müqavimət nədən asılı oldu? Müqavimətin asılı olduğu kəmiyyətlər necə? Hansı düsturdan bilirdik? Baxın, bu düsturdan gedirdik də. R bərabərdir. Rho L bölünsün S. Demək, neyini bil? Uzunluğu 2 dəfə artırıb. Uzunluq bu 2 dəfə artıb. Onda bu uzunluğun hesabına 2 dəfə artacaq. Amma diametri isə 4 dəfə artırdıqda. Diametri necə tapırıq? Biz burada sahənin yerinə pi r kvadratı qoyuruq. Bu da bərabərdir. Pi r kvadratı qoysaq, görürəm ki, və yaxud pi d kvadratı böl 4 kimi yaza bilərik. Orada yerinə qoysaq yenə də görürəm ki, diametrindən də tərs asılıdır. Diametrindən tərs asılı olduğuna görə diametri 4 dəfə artırıramsa, demək müqavimət bunu 4 dəfə artırsam, müqavimət 16 dəfə azalacaq. 16 dəfə, elə bil ki, belə deyək də, daha aydın olsun. Demək, müqavimət L-lə düz asılı idi deyə 2 dəfə L-in hesabına artdı. Amma müqavimət tərs asılı idi. 1 bölünsün D kvadratı ilə. Bundan görə də 1 bölünsün neçə oldu? 4-ün kvadratı 16 dəfə azaldı. 2-ni vururam 16, neçə elədi? 1 böl 8 elədi. Yəni 8 dəfə neynəcək? Azalacaq. 35. Deyir, uzlarındakı gərginlik düşküsü, yəni U bərabərdir 4 volt. Naqildə 2 dəqiqə ərzində zamanım 120 saniyə. Yük keçir. Demək nə? Q bərabərdir 15 klon. Naqilin müqaviməti R-i bizdən istəyir. Sual. R-imiz nə qədərdir? Necə yazarıq? Bunu necə yazarıq? Açaq burada bir dənə içini ağardaq bunun ki, daha bundan sonra elə belə yazaq ki, daha bizə aydın olsun. Əla. Qəşəng. Aha, bunu biraz böyütsək daha yaxşı olar. Aha. Demək, nə dedik? Verilənləri yazdıq. Düsturumuz necə idi? R nə idi? Belə.
Aha. R-in düsturu necə idi? R bərabərdir. İT ilə gedərik. Düstur daha doğrusu belə deyək. Cəryan şiddətinin düsturu vardı. I bərabərdir. U bölər. Buradan R-i tapsam, R bərabərdir. U bölünsün I bərabərdir. Cəryan şiddətinin yerinə nə qoya bilərəm? Q bölünsün Q. Böl T. Vurulsun. Yuxarıda da U gərginlik. Burada T bilirsiniz də yuxarı qalxır. Onda düsturum olur R bərabərdir. U vurulsun T bölünsün Q. Yerinə yazsam U neçədir? 4. T nə qədərdir? 120. Bölünsün Q'muz da 15'dir. Böləndə bərabərdir. İxtisar gedəcək. Neçə dəfə? Böləndə bölsək 4 vur 120. 120 ixtisar aparsaq 40. 3 aparsaq 5. Bunu da aparsaq bundan da bu getdi 8 dəfə. 8'dən də 3 32. Cavab 32. Yəni B variantı. 35 B variantı. Davam edək. 36-cı sualda bizə deyir ki, naqildəki cəryan şiddətinin zamandan asılı qrafiki verilmişdir. 10 saniyə ərzində, baxın bu 10. 10 saniyə ərzində naqilin en kəsiyindən keçən yükün miqdarını hesablayın. Yəni bizdən 10 saniyə müddətində Q-nu istəyir. Biz demişdik ki, nəzəriyyəmizdə cəryan şiddətinin zamandan asılı qrafikində həmişə xəttin altında qalan fiqurun sahəsi bizə nəyi verirdi? Yükü verirdi. Ona görə də indi hansı xəttin 10 saniyə haradır? Baxın buradır. Burada hansı xəttin altında qalan fiqur hansıdır? Baxın bu. Bu fiqurun adı nədir? Düzbucaqlı üçbucaq. Düzdür. Düzbucaqlı üçbucağın sahəsini biz necə tapırıq? Sahəsini tapmaq üçün S nəyə bərabərdir? S bərabərdir. Katetlərin hasili bölünsün 2. Yəni kateti biri buradır. Burası nə qədərdir? 10'dur. Bir kateti 10'dur. Digər kateti isə 0,2'dir. Yəni 10 vurulsun 0,2 bölünsün 2. O da bərabərdir 1. Klon. Yəni Y variantı. 37. 37'də bizə deyir ki, naqildəki cəryan şiddətinin zamandan asılı qrafiki verilmişdir. 8 saniyə ərzində, baxın 8 saniyə arada buradır. Ərzində naqilin en kəsiyindən keçən elektrik yükünün miqdarını hesablayın. Yenə də burada yükü istəyirsə İT qrafiki, yəni cəryan şiddətinin zamandan asılı qrafikində xəttin altında qalan fiqur. Baxın bu fiqur nə fiqurudur? Trapesiya. Trapesiyanın sahəsini biz necə tapırıq? S nəyə bərabərdir? S bərabərdir. Oturacaqları, bir dənə oturacağı baxın yuxarı buradır. Biraz qalın göstərək. Baxın bir oturacağı bu hissədir. Digər oturacağı isə baxın buradır. İndi mən nə edəcəm? Bu oturacaqları toplayıb böləcəm 2-yə, vuracam hündürlüyə. Biri nə qədərdir? Baxın bu bildiyi 8'dir. Yazaq. 8. Üstə gəl. Digər oturacağı bu olduğuna görə bunu xırda-xırda indirsək görürük ki 5'dir. Digər oturacağı 5'dir. 5 böl 2 vurulsun hündürlüyü. Hündürlüyü də 0,4'dür. 5 üstə 8, 13. 13'ü də vuranda bundan bu ixtisar gedir 0,2'yə. Edir 2,6. B variantı. 38'də Joule bölünsün, volt bulsun saniyə ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur bizə deyir. Necə tapırıq? Yazaq. Belə məsələlərdə həmişə çalışın, açın. Kəmiyyətləri açmağa çalışın. Joule bölünsün, volt vurulsun saniyə. Voltun öz açılışı necə idi? Volt özü də Joule bölünsün klonudur. Joule böl klon vurulsun saniyə. Burada joule'lar ixtisar gedir. Klon bölünsün saniyə. Klon böl saniyədə nə idi bizdə? Cəryan şiddətinin açılışı idi. Yəni A variantı.
39-cu sualda bizə deyir ki, Newton vur metr bölünsün amper kvadrat vurulsun saniyə. Biz Newton vur metrin yerinə nə yaza bilərik? Newton vur metrin yerinə joule yazarıq. Aha, düzdür. Amper vur saniyə. Bunu belə yaza bilərik də. Amper vur saniyə vurulsun saniyə. Saniyə yox, amper daha doğrusu. Amper. Amper vur saniyə bizə nəyi verir? Klonu verir. Klon. Vurulsun amper bölünsün nə? Daha doğrusu məxrəc sürətdə də olacaq joule. Joule bölü klon. Bu ifadə bizə nəyi verir? Gərginliyi verirmi? Joule bölü, yəni voltun açılışı da joule bölü klon. Yuxarıda volt, aşağıda amper. Bu nəyin düsturu? Yəni U bölü I nə idi? U bölü I nəyin düsturuydu? Müqavimətin, erin, yəni ohmun açılışı idi. Volt bölü amper. Cavab Y variantı. 40-da nədir? Farad vurulsun amper vurulsun ohm. Farad nəyin vahididir? Farad hələ siz yox keçmisiniz. Farad elektrik tutumunun vahididir. Tutumun açılışı necə idi? Tutumun açılışı klon bölünsün. Yəni faradın açılışı klon bölünsün volt. Vurulsun amper. Vurulsun müqavimətin, yəni ohmun açılışı necə idi? Ohmun açılışı da volt bölünsün amper idi. Burada amperlər ixtisar gedir, voltlar ixtisar gedir, qalır klon. Yəni elektrik yükü. 41-də farad vurulsun volt bölünsün saniyə. Faradın açılışı nədir? Faradın açılışı daha doğrusu klon bölünsün voltdur. Vurulsun volt. Məxrəcdə saniyə. Voltlar ixtisar gedir. Klon böl saniyə. Nəyin açılışıdır? Təbii ki, cəryan şiddətinin açılışıdır. 42. Elektrik müqavimətinin vahidi əsas vahidlərlə necə ifadə olunur? Müqavimət nə idi? Siz bunu açsaz, görərsiniz ki, A variantıdır. Daha mən açmıram. Xüsusi müqavimətin vahidi, xüsusi müqavimət müqavimətdən bir dənə metrlə fərqlənir. Yəni bir dənə metr artıq olacaq. Metr kubu olacaq. Yəni kiloqram vurulsun metr kub bölünsün amper kvadrat vurulsun saniyə kvadrat. Var belə cavab? Aşağıda kvadratlar amper kvadrat saniyə kubu daha doğrusu vurulsun bəli Y variantı. 44. 44-də bizdən soruşur ki 44-də 3 naqilin volt amper xarakteristikası verilmişdir. Naqillərin R1 R2 müqavimətləri arasında hansı münasibət doğrudur? Mən bir cəryan şiddəti üçün biz dedik ki, müqavimət cəryan şiddəti ilə tərs asılıdır. Tərs asılıdır. Yəni müqavimətin böyük olması üçün cəryan şiddəti kiçik olmalıdır. Gəlin gərginliyi sabit götürək. Gərginliyin sabit qiyməti, məsələn, baxın bu qiyməti sabit bir qiymətidir. Xətti çəkdim, baxıram. R3-də, R2-də, R1-də hansında müqavimət cəryan şiddəti ən böyükdürsə, onda müqavimət ən kiçik olacaq. Yəni məsələn, R3-də cəryan şiddəti ən böyükdür. Demək, ən kiçik olan R3-dür. Sonra R2-dir, sonra R1-dir. Yəni ən böyük R1, R2, sonra R3. Cavab A variantı. 45-də deyir ki, UAB, yəni gərginlik istəyir bizə. A ilə B arasındakı gərginlik deyir 24 voltdur. Tutun bizdə bura 4 mikrofarad, R1'imiz 4 ohm, R2'miz 8, bura 8. R1 müqavimətindəki cəryan şiddəti. Deyir, buradan keçən cəryan şiddətini hesablayın. İndi burada R1-dən cəryan şiddəti keçməz. Niyə keçməz? Çünki R1-də bir tutum var. Burada elektrik tutumu olduğuna görə oradan cəryan keçməsi mümkün deyil. Orada elektrik tutumu, yəni kondensator
elektrik yükünü toplayacaq. Buraxmayacaq digər tərəfə keçsin. Cəryan keçməsi üçün bizdə belə gəlib getməlidir axı. Ona görə tutum olduğuna görə, yəni kondensator olduğuna görə elektrik cəryanı keçməyəcək. 46-da da deyir ki, R2, baxın R2 aşağıdakı cəryan şiddətini istəyir. Yenə də cavabımız A variantı. 47-ci sualda soruşur ki, R1-in R2-yə nisbətini tapın. Birinci R1-in düsturu necə olacaq? R1 bərabərdir. U1 bölünsün I1. I1 bərabərdir. U1-imiz nə qədərdir? 100. I-miz nə qədərdir? 4-dür. Yəni 100 böl 4. O da bərabərdir 25. Digərində R2-miz U2 bölünsün I2. İlər I2. Bəli, I sabit olduğuna görə dəyişməyəcək. Dəyişən müqavimətdir. U2-miz neçə oldu? 200 bölünsün 4. O da bərabərdir. Neçə eləyir? 20 bölünür 5 dəfə 50. Demək, müqavim bizdən nə istəyir? 1-in 2-yə nisbəti, 25-in 50-yə nisbəti, o da bərabərdir 2-də 1. Yəni, Y variantı 47. 48-ə baxaq. Getmir. 48. 48, 49. 48-ə deyir ki, yenə eyni məsələdir. Bizdən volt amper xarakteristikası verilmişdir. Müqaviməti istəyir. R1-in R2-yə nisbətini istəyir. R1-imiz necə oldu? R1 bərabərdir. Müqavimətimiz U böl 100-dür. U-su 100-dür. Buna uyğun cəryan şiddəti isə 4-dür. Yəni 100 böl 4. O da bərabərdir 25-ə. R2 nəyə bərabərdir? Baxın bura. Yəni U2-miz 200. Ona uyğun cəryan şiddəti də 2-dir. 200 böl 2 bərabərdir 100. Biri 100-dür, biri 25-dir. Bizə nədir? R1. 25 bölünsün 100. O da bilir 4-də 1. Y variantı. 49-da deyir, cəryan şiddəti vahid zamanda naqilin en kəsiyindən keçən yükün miqdarından necə asılıdır? Elektronların sayından necə asılıdır? Düstur belə idi. I bərabərdir N, Y bölünsün T'dir. N-lə cəryan şiddəti necə asılıdır? Düz asılıdır. 49B 50-də nədir? 50-də bizə deyir ki, yenə də yük cəryan şiddətindən. Cəryan şiddəti nə idi? Yüklü zərərçilərin nizamlı hərəkəti. Nə qədər yük çox olsa, cəryan şiddəti də təbii ki, o qədər çox olar. Ona görə də Q ilə düz asılıdır. 51-də deyir ki, Venn diaqramı verilmişdir. Uyğunluğu müəyyən edək. Gəlin edək. Demək, naqilin en kəsiyin sahəsindən asılıdır. Xüsusi müqavimət heç nədən asılı deyil. Yalnız materialın növündən asılıdır. Yazıb en kəsiyin sahəsindən asılıdır. Təbii ki, buraya yazırıq 1 müqavimət. Uzunluqdan asılı deyil. Xüsusi müqavimət. Çünki müqavimət asılıdır. Materialın növündən asılıdır. Hər ikisi növdən asılıdır. Hər ikisi olduğuna görə 3-ü ortaya yazırıq. 4-də naqilin temperaturundan asılıdır. O da müqavimətdir. Hər ikisi temperaturdan asılıdır. Biz onu gələcək dərslərimizdə keçəcəyik. 4-ü ortada yazaq. 3, 4. 3, 4. Sonra nə qaldı? 5-də naqilin uzartındakı gərginlik ondan keçən cəryan şiddətinə nisbətinə bərabərdir. O da müqavimətdir. 5. 1, 5. Demək, birincidə 1, 5. 2-də sadəcə 2. Yəni D variantı. 52-yə baxaq. 52-də bizə deyir ki, Venn diaqramında yenə də müqavimət xüsusi müqavimətləri uyğunlaşdıraq. Naqilin materialından asılıdır. Hər ikisi materialdan asılıdır. Yəni 3-ə uyğun gəlir 1. Sonra naqilin uzlarındakı gərginliyin, yəni onun İ-yə nisbətinə bərabərdir. O bölü nəyin düsturu idi? Müqavimətin. 2. Naqilin en kəsinin sahəsi ilə tərs mütənasibdir. O da müqavimətə aiddir. Temperatur azalması ilə azalır hər ikisi. Naqilin uzunluğundan asılı deyil. Xüsusi müqavimət asılı deyil. Temperaturdan və maddənin növündən asılıdır. 53-ə baxaq.
Yəni 2, 3, 2, 3, 5, 1, 4 A variantı. Demək 53-cü sualda deyir ki, dielektrik dayaqlar üzərində metal kürələr yüklənmişdir. Hər 3K açarını eyni anda qapadıqda yaranan cərəyanların istiqamətləri oxlarla göstərilmişdir. Kürələrin ilk potensialları arasında hansı münasibət doğrudur? Biz dedik ki, elə cərəyan şiddəti, cərəyan istiqamətində potensial neyinir? Azalır. Baxın, burada cərəyan istiqamətlərini veriblər bizə. Baxın, birincidə, baxın, deyir, bu istiqamətdə gedir. Daha doğrusu, səhv çəkdim, baxın, belə gedir. Bu istiqamətdə cərəyan gedirsə, demək, hardan başlayıb? Buradan başlayıb. Burada potensial ən böyük olacaq. Demək, fibrimiz ən böyük olacaq. Çünki buradan axır. Sonra bu istiqamətdə axır. Bu istiqamətdə axırsa 3, 2-dən, 3, 1-dən necə olacaq? Nisbətən kiçik olacaq. Amma hamısı 2-yə gəlir. 2-yə gəlirsə, demək ən sonda, elə bir ki, baxın, biz belə cərəyan demirdik. Burada ən böyük bu deyirdik, sonra digər, sonra bu istiqamətdə nə edirdi? Cərəyan şiddəti istiqamətində potensiallar azalırdı. Eyni məsələni bax burada da fikirləşə bilərsiniz. Baxın, fərz eləyin ki, cərəyan baxın belə gəlir. Belə bu istiqamətdə. Baxın, belə gəlir, belə gəlir. Ona görə də biz burada ən böyük 1, sonra 3, sonra 2. Yəni, ən kiçik olan 2 olacaq. Cavabımız nədir? Y variantı. 54-də baxaq. 54-də bizə deyir ki, baxaq. Şagird elektrik dövrəsinin düzgün yığılmadığından dövrədən cərəyan keçmir. Lampanın M sıxacını hansı nöqtəyə bağlamaq lazımdır ki, lampa közərsin və ampermetr ondan keçən cərəyan şiddətini ölçsün. Birinci növbədə hansı açarı hara vurmalıyam? Cərəyan baxın belə gəlir. Baxın, müsbət yükdən niyə gəlmədi? Görə niyə gəlmir? Baxın, bu istiqamətdə cərəyan gələcək. Bizə deyir ki, lampa yansın. Düzdür? M sıxacı. Baxın, bunu deyir, hara birləşdirim. Sıxacını hansı nöqtəyə bağlamaq lazımdır ki, lampa közərsin. Lampa közərməsi üçün cərəyan bundan keçməlidir. Sonra ampermetr ondan cərəyan şiddətini ölçsün. Ampermetrdə buna ardıcıl qoşmalıyam ki, baxın, bu belə. Ardıcıl qoşmalıyam ki, bundan cərəyan keçib getsin. Demək, hansı sıxaca birləşdirməliyəm? 2. 55-ə baxaq. Yəni 2D variantı. 55. 55-də deyir ki, yəni vahiddir. Vahidi necə eləyərik? Burada faradı açsaq. Farad nə idi? Gəl yazaq. Amper vurulsun saniyə kvadratı bölünsün. Farad nə idi? Farad tutumun vahidi idi. Klon bölünsün volt idi. Vurulsun. Müqavimətin vahidi nə idi? Müqavimət isə amper, daha doğrusu gərginlik volt bölünsün amper idi. Burada voltlar ixtisar gedir. Amper qalxır yuxarı. Olur amperin kvadratı vurulsun saniyənin kvadratı bölünsün klon. Burada amper vurulsun saniyə özü də klondur. Onda yuxarıda olur klon kvadrat, aşağıda olur klon. Biri gedəndə cavab alınır klon, təkcə klon. Yəni elektrik yükü. Bunu yenə səhvlədim. Daha doğrusu. – 55-ci suala baxaq. 55-də bizə deyir ki, vahid. Burada nə edirik? Amper vurulsun saniyə kvadrat olduğu kimi qalır. Amper vurulsun saniyənin kvadratı bölünsün. Farad nə idi? Tutumun vahididir. Tutumun vahidinin açılışı klon bölünsün volt vurulsun. Müqavimətinin açılışı necə idi? Volt bölünsün amper idi. Voltlar ixtisar gedir. Amper qalxır yuxarı. Olur amperin kvadratı vurulsun saniyənin kvadratı bölünsün klon. Burada amper vurulsun saniyə kvadratı özü də klon kvadratdır.
Bölünsün klon. Burada klonun biri ilə gedir, cavab alınır klon. Yəni elektrik yükü. B variantı. Digər suala baxaq. 56-cı sualda bizə deyir ki, amper vurulsun saniyə, farad vurulsun metr. Bu nədir? Amper vurulsun saniyə klona bərabərdir. Qoy qalsın. Faradın açılışı necə idi? Farad tutumdur. Klon bölünsün voltdur. Vurulsun metr. Baxaq. Burada amper vurulsun saniyə özü də klondur. Burada yazırıq klon. Bölünsün klon. Vurulsun metr. Bu volt qalxır yuxarı. Vurulsun volt. Klonlar ixtisar gedir. Bərabərdir. Volt bölünsün metr. Volt bölü metrdə gərginliyin vahididir. İntensivliyini, daha doğrusu intensivliyinin vahididir. C variantı. 57-ci sualda bizə deyir ki, müqaviməti dəyişə bilən dövrə hissəsində volt-amper xarakteristikası verilmişdir. Gərginliyi bizə verib ki, 100 voltdan 300 volta qədər artırdıqda müqavimət necə dəyişər? 100-də. Gəlin bir-bir hesablayaq. R1-imiz nəyə bərabərdir? R1 bərabərdir. O1 bölünsün I1 daha doğrusu bərabərdir. O1-imiz 100-dürsə, ona uyğun müqavimət cəryan şiddəti nə qədərdir? 0,2. Yəni 100 bölünsün 0,02. Böləndə burada 100 qalxır yuxarı, eləyəcək 5000. R2 nəyə bərabərdir? R2 isə bərabərdir. U2 bölünsün I2. U2-miz nə qədərdir? U2-miz 300-dür. Yazıram 300. Bölünsün 0'dan, buna uyğun cəryan şiddəti də 0,01. Bunu böləndə 100 qalxır yuxarı, alınacaq 330.000. Daha doğrusu 30.000. 4 dənə sıfırla. Necə dəyişdi? Əvvəl 5.000-də oldu 30.000. Neçə dəfə artdı? 6 dəfə artdı. 58-də nədir? 58-də bizə deyir ki, 58-də müqaviməti dəyişə bilən dövrə hissəsinin volt-amper xarakteristikası verilib. Eyni məsələ də burada da yenidən müqavimət necə dəyişər soruşur. Yenə də R1, R2-ni tapacağıq. R1 nəyə bərabərdir? U1, yəni U1-im nə qədərdir? 20. Bölünsün I1. Buna uyğun I1 nə qədərdir? 0,2. Bu da elədi neçə? Qalxdı yuxarı 200'ü bölürəm 2-yə 100. R2 nəyə bərabərdir? R2-nin U2, yəni 40 bölünsün buna uyğun cəryan şiddəti də 0,8 bərabərdir. 400'ü 8-ə böləndə 50. Demək neynədir? 400 böl 8 50. Müqavimət neynədir? Müqavimət əvvəl 100 idi, oldu 50. 2 dəfə nə oldu? Azalır. A variantı. 59. Reostatdan keçən cəryan şiddətinin onun uzlarındakı gərginlikdən asılılıq diaqramı verilmişdir. Bu proseslərə uyğun cəryan şiddətinin müqavimətdən asılılığını diaqramı hansıdır? Bizim düsturumuz belə idi də, daha doğrusu. I bərabərdir U böl R. Biri sabit olana digərinin ondan asılılığını bilirik. Baxın, burada hər ikisi düzdürsə, yəni hər ikisi artırsa, I də artırsa, U da artırsa, onda R nə olmalıdır? Sabit olmalıdır. Baxın, burada 1-dən 2-yə düzdür, sabitdir. Cəryan şiddəti artır. Bu ola bilər. Digər variantlara baxaq. Digər variantlarda baxın, burada da artır, ola bilər. Burada isə azalır. Bu ola bilməz, cəryan şiddəti azalır. 2-də göstərir ki, müqavimət artıb. Bu səhvdir. Ola bilməz. Müqavimət oxuna paralel olmalıdır. Sonra digər variantda da 1-dən 2 azalıb deyir. Bu da ola bilməz. Demək 2 dənə variant arasında ya A-dır ya B-dir. Sonra deyir ki bizə 2-dən 3-ə isə deyir. 2-dən 3-ə. Baxın, bu hissədə isə bizə deyir ki, müqavimət artsın, cəryan şiddəti sabit qalsın. Yəni cəryan şiddətinə sabit gərginliyin artması, müqavimətin də artması deməkdir. Çünki U ilə R-də düz asılıdır. Demək cavabımız B variantı.
60-da nədir? Reostatdan keçən cəryan şiddətinin onun uzlarındakı gərginlikdən asılılıq diaqramı verilmişdir, verilib. Bu proseslərə uyğun cəryan şiddətinin müqavimətdən asılılığını müqayisə edin. Yenə də düstur necə idi? I bərabərdir U böl R'dir, düzdür? Burada nə sabitdir? Sabit olan baxın gərginliyin sabitdir. İndi mən gərginlik sabit olanda I ilə R necə asılıdır? Tərs asılı. Birinci qrafikim tərs asılı olacaq. Baxın, ya A variantıdır, B ola bilməz. 1-dən 2-yə. Durumumuzda cəryan şiddəti birincidə 1-dən 2-yə sabitdir. Cəryan şiddəti sabit olanda U ilə R necə asılı olur? U ilə R düz asılı olur. Yəni 1-2 düz xət olmalıdır. Koordinat başlanğıcından keçən, baxın, düz xət olmalıdır. Bir uyğun gəlir, B variantı uyğun gəlir. C variantı olmaz. Bu olmaz. Bu da olmaz çünki 1-dən 2-yə R'dir, sabitdir. 1-dən 3-ə bu da olmaz, tərs asılı göstərir. Demək, təkcə cavabımız B variantı 61B. 62-də elhamdülillah. 62-də bizə deyir ki, 1-dən 2-yə müqavimət sabitdir. Müqavimət sabitdirsə, baxın 1-dən 2-yə baxın, burada müqavimət sabit deyil. Gərginlik sabitdir, demək olmaz. 1-dən 2-yə burada müqavimət sabitdir. Cəryan gərginlik artır. Cəryan şiddəti artanda gərginlik də artır. Bu ola bilər. Sonra 2-dən 3-ə cəryan şiddəti sabitdir. Cəryan şiddəti sabit olanda gərginliklə müqavimət düz asılı. Amma burada göstərir tərs asılıdır. Ola bilməz bu. Yəni digər variantlara baxaq. Yəni birinci düz asılı olsun. Sabit, düz asılı. Baxın C variantına baxın. Birinci sabit, sonra düz asılı. Cavab C variantı. 63-də reostatın cəryan şiddətinin uzlardakı gərginlikdən asılılığı necədir? Demək, yenə də baxın 1-dən 2-yə nədir? Cəryan şiddəti artanda gərginlik də artırsa müqavimət sabit olmalıdır. Müqavimətin sabit olan, baxın 1-dən 2-yə sabit, müqavimətin sabit olmalı. Burada gərginlik sabitdir, ola bilməz. Gərginlik çünki 1-dən 2-yə artır, görürsünüz, artır. Sonra 1-dən 2 göstərir, hər ikisi artır. Gərginlik də artır, müqavimət də artır. Bu ola bilməz. 1-dən 2-yə göstərir, müqavimət sabitdir. Gərginlik bu ola bilər. Sonra 2-dən deyir, 2-dən 3-ə gərginlik azalır. Burada 2-dən 3-ə görürsünüz, gərginlik azalır. Gərginlik azalır, müqavimət də 2-dən 3-ə gərginlik azarsa müqavimət də azalacaq, düzdür. D variantı. Amma burada isə A variantında isə gərginlik azalıb, müqavimət də artıb. Müqavimətlə gərginlik axı düz asılı, tərs asılı deyil. Ona görə A variantını götürə bilmərik. 64. 64-də bizə deyir ki, naqildəki cəryan şiddətinin zamandan asılı qrafiki verilmişdir. A və B nöqtələrinə uyğun zaman müddətində keçən ərzində naqilin en kəsiyindən axan yükün miqdarı hansı müddətdə doğrudur? Biz xəttin altında fiqurların sahələrinə baxacağıq. A-da nə qədərdir? 6-dır. B-də isə 18-dir. Demək, B-dəki A-dakından 3 dəfə çox olacaq. Yəni, B bərabərdir 3A. C variantı. 64, 65-ə baxaq. 65-də isə bizə deyir ki, hansı ifadə doğrudur? Deyir ki, materialın naqilin uzunluğu 2 dəfə uzun, digər eyni materialdan olan naqili əvəz etsək. Demək, uzunluğu eli bizdə deyir ki, eli artırıram 2 dəfə. Müqavimət neyniyər? Təbii ki, artar. Düzdür bu. Azalaq səhvdir. Dəyişməz səhvdir. Xüsusi müqavimət dedik. Xüsusi müqavimət heç nədən asılı deyil. Yalnız materialdan asılıdır. Bir də gələn dərslərdə keçərik ki, temperaturdan asılıdır. Yəni 1-6. Cavabımız 1-6. 66-da nədir? Müqavimətləri deyir, necə olar? R1-in R2-yə. Düsturu yazırıq. R1 nəyə bərabərdir? U1 böl I1. U1-imiz neçədir? 5. 4 daha doğrusu. U1, baxın. Yox, səhv dedim. Üzrü sayın, səhv dedim. Demək, U1 budur. R1 budursa, U1-in xəttləri də bu olmalıdır. Baxın, bu I0 da budur. Yəni 5 U0, 5 U0 bölünsün I.
R2 isə bərabərdir. R2 isə baxın bu R2-yə uyğun müqavimət 4 U0 bölünsün 2U0 2U0. Bu da daha doğrusu I0. Bu da bərabərdir 2 U böl I. Biri digərinə nisbəti. Bizdə R1-in 5-in 2-yə nisbəti digər kəmiyyətlər olsa ixtisar gedəcək. O da bərabərdir 2,5-ə. Cavab 2,5. Sağ olun dostlar. Gələn izahlarda görüşənə qədər.